başı. Deməli, yoldaşlar, VVT kimi tanıdığımız variable part-time alışdırma fazalarını dəyişdirmək üçün istifadə olunan və ustaların dilində desək, vanus kimi tanıdığımız qaz paylama valvının başlıq hissəsi. Biz bunun içərisini açacağıq. Hansı ki, vanus kimi dediyimiz bir hissədə avtomobillərdə səslərin olması, alışdırma nizamında qaçmaların olması, bu həmin bu detalla bağlı olur, problemlərlə bağlı olur. İndi içini açaq və görək bir içərisində hansı problemlər var və bizi nə gözləyir. İçərisində çox vaxtı yeyintilər yaranır və yeyintilər yağ təzyiqinin qaçırılmasına səbəb yaradır. Bundan əlavə olaraq içərisində qırılma halları müşahidə olunur. Həmin qırılmalar hesabına avtomobildə səslər yaranır. Avtomobil əsasən də işə düşən zaman bu problemlərin şahidi oluruq. Yağ təzyiqi vanusun içərisində dolduqdan sonra səs kəsilir. Müəyyən bir müddətdən sonra avtomobil dayandırıldıqda artıq yağın təzyiqi içərisində qala bilmir, süzülür və yenidən avtomobili işə salanda avtomatik olaraq səsin şahidi oluruq. İndi sökək və içərisində nə baş verdiyini görək. Bu şərt deyil tək qırılmalar olsun. Yeyintilərin həddindən artıq çox olması da yağın təzyiqinin itməsinə səbəb yaradır və vanusun sıradan çıxmasına birbaşa göstəricisidir. Ehmalca bunu açırıq. İçərisində yay var və həmin yay ata bilər. Ehmalca bunu çıxardaq, yavaş-yavaş. Bırax ehmalca. Son. Açaq. Yay. Burada kifayət qədər iz var, kolsan. Yeyintilərə diqqətlə fikir versək, baxın, sürtünmə həddindən artıq çoxdur. Yağ itkisi artıq burada yaranacaq. Bununla yanaşı iç hissəyə baxaq. Artıq döymələr müşahidə olunur. Diqqətlə görsək, sıxıntı var artıq, döymələr var. Daxildə baxın, yeyintilər. Yeyintilər çox olduğuna görə artıq burada nə baş verir? Təzyiq saxlaya bilmir və zaman-zaman artıq bu öz işini dayandırmış olur.